Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda hazırlanması çox asan olan şokoladlı, qozlu piroqun hazırlanmasını sizinlə paylaşıram. Tort dadında yumuşaq, çay süfrəsinə yaraşan, ağızda əriyən bir piroq alınır. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 4 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. Üzərinə 1 stəkan yarım şəkər tozu, bir çimdik də duz. Bunları mikserlə qarışdırıram. Mikserlə 3-4 dəqiqə yaxşı qarışdırıram. Tam ağarıb üstündə köpüklər yaranana qədər mikserlə qarışdırmaq lazımdır. Onda piroq çox yaxşı alınır. Qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olmalıdır. Yumurta ilə şəkər tozunu qarışdırandan sonra qaba 1 stəkan yarım da süd əlavə eləyirəm. Yarım stəkan da bitki yağı əlavə eləyəndən sonra bunları da mikserlə az qarışdırıram. Piroqun xəmiri üçün onu ələkdən keçirdirəm. Ona görə ələyə 2 dolu stəkan, 1 stəkan da başından 1 barmaq əksik un əlavə eləyirəm. Qeyd edeyim ki, istifadə elədiyim stəkan ölçüsü 200 ml-dir. 1 paket şəkərli vanil, 1 dolu paket qabartma tozu, bir də yarı paket qabartma tozu əlavə eləyəndən sonra bunları biraz qarışdırıram. Un qarışımının hamısını ələkdən keçirdirəm. Unun çəkisi növünə görə, bir də yumurtanın ölçüsünə görə dəyişə bilər. Tam 3 dolu stəkanda ola bilər. Kontrollu əlavə eləməkdə bir fayda var. Unu qaba hissə eləyirəm. Artıq mikserlə qarışdırmıram, spatula ilə qarışdırıram. Unun bir hissəsini qarışdırandan sonra qalan hissəni də 2-3 dəfədən əlavə eləyirəm. Hissə əlavə eləyəndə onda qarışdırmaq da asan olur. İçində də topaqlar qalmır. Piroq da çox havalı, yumuşaq alınır. Gördüyünüz kimi belə bir piroq xəmiri alındı. Nə çox bərk, nə çox yumuşaq. Hazırladığım xəmiri yağlı kağız sərdiyim formaya boşaldıram. Formanın diametri 30 santimetrdir. Əgər sizdə yağlı kağız yoxdursa, onda formanın içərisini kərə yağı ya da margarinlə yaxşı yağlayın. Üzərinə də biraz un səpin. Sonra xəmiri əlavə eləyib piroqu bişirin. Xəmiri əlavə eləyəndən sonra 2-3 dəfədən masaya çırpıram, havası çıxır. Sonra 180 dərəcəlik sobada 30-35 dəqiqə üstü qızarana kimi bişirirəm. Piroq artıq pişib, sobadan çıxardıram. Çöplə yoxlayıram. Əgər ələ yapışmırsa, deməli içərisi də yaxşı pişib. Belə sadə də çox yaxşıdır piroq. Sadəcə üzərinə şəkər pudrası səpib, doğrayıb süfrəyə vermək olar, amma daha dadlı olması üçün mən şokoladlı sos hazırlayıram. Bunun üçün qazana 6 xörək qaşığı süd əlavə eləyirəm. 150 qram qatılaşmış süd, 80 qram doğradığım plitka şokoladı əlavə eləyib qarışdırıram. Qazanı qazın üstünə yerləşdirirəm. Əlimi çəkmədən qarışdırıram. Ara bir qarışdırıram. Şokolad əriyir. Tam əriyəndən sonra gözləyirəm. Qaynara düşür. Az qaynayandan sonra qazı söndürüb ocaqdan götürürəm. Piroq tam soyumuyu belə bir çöp yardımı ilə piroqun üstündə deşiklər açıram. Sonacan hər yerini çöplə deşikləyirəm. İsti hazırlamış olduğum isti şokoladlı sosu piroqun üstünə əlavə eləyirəm. Videoda göstərdiyim kimi spatula ilə piroqun üstünə yayıram. Əvvəlcə kənarlara qoymuram çox axsın. Elə spatula ilə piroqun üstünə yayıram ki, şokoladlı sos piroqun üstündə açdığım deşiklərdən piroqun içinə də axsın. Piroqun üstünə hər yerinə yayıram. Sonda həm görünüşü, həm daha da dadlı olması üçün qoz ləpəsini xırda doğramışam. Onu da şokoladlı sosun üstündən piroqun üstünə səpirəm hər yerinə. Öz zövqünüzə görə qoz ləpəsini
badamla, fındıqla, kakosla da əvəz eləyə bilərsiniz. Piroqu belə hazırlayandan sonra qoyuram, qalır tam soyuyur. Bir yarım saatda gözlətdikdən sonra artıq doğrayıb süfrəyə vermək olar. İstənilən şəkildə doğramaq olar. Paxlava şəklində, kvadrat şəklində, videoda göstərdiyim kimi əvvəlcə uzunsov şəkildə hissələrə kəsib sonra kvadrat şəklində doğrayıram. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Bu piroqu bişirəndən sonra artıq torta ehtiyac qalmır. Tort dadında bir piroqdur, şokoladlı, qozlu. Hər kəsin rahatlıqla hazırlaya biləcəyi asan bir piroq reseptidir. Çay süfrəsinə yaraşan, ləzzətli, yumuşaq bir şirniyyatdır. Doğranmış piroqu formadan da çox rahatlıqla çıxartmaq olur. Formadan çıxardıb servis edəcəyiniz qaba düzə bilərsiniz. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.